2021-də 57 toplayan müəllim dünən imtahanda 41 bal toplayıb. 41 bal, 43 bal, 31 bal, 38 bal. Nə oldu bu müəllimlərə? Bəs siz deməmişdiniz ki, 2021-də biz bizə lazım olan kadrları seçdik. Biz məktəblərimizdə savadlı müəllim istəyirik. Demədiniz bunu 2021-də. Seçdiniz də 57, 56, 58 bal toplayanları, 59 bal toplayanları. İndi həmin müəllimlər 43 toplayıb. Siz bu müəllimlərə 3 il müddətində nə etdiniz məktəbdə? Bu müəllimlərlə heç maraqlanmadınız siz. Bu imtahanı keçirəndə bari bunu düşünərdiniz də. Deməli, siz Elm və Təhsil Nazirliyi, siz məktəblə maraqlanmırsınız. Müəllim məktəbə qəbul oldusa, o müəllimin fəaliyyəti ilə maraqlanmırsınız. Belə çıxır da yəqin ki. Əgər deyirsinizsə ki, bizim suallarımız ədalətlidir. Dimin keçirdiyi imtahandakı o cür əjdaha kimi uşaqlar hazırlayırlar imtahana. Bugün 697, 680 ballar çıxır, onlar havadan çıxmır. Gecələri yuxusuz qalır o müəllim. Məktəbdə 45 dəqiqə bir sinifdə 30 nəfər uşaq olur. Əlbəttə ki, orada təhsilin bir keyfiyyəti olmayacaq. Yeri gəlsə, repetitorları yıxıb sürüyürsünüz. Ay, təhsili yaman günə qoydular. Yox, pis çıxsa da deyəcəm, gedin qurban olun o repetitorlara, valla. Üzümüzü ağ eləyən olardı, üzünüzü ağ eləyən bizlərik.